Diaqrama əsasən tənlər sistemindən x plus y cəmini tapın. A-nı diaqramdan götürək. A bərabərdir 6-ya, B bərabərdir 7, C bərabərdir 8 və D bərabərdir 4. Tənlər sistemində yerləşdirək bunu. AX 6x çıxılsın 7y bərabərdir 4. 8x üstə gəlinsin 4y bərabərdir 32. İkinci tənliyin hər tərəfini 4-ə bölsək, biraz daha sadə tənliyi alarıq. 6x çıxılsın 7y bərabərdir 4. İkinci tənliyin hər tərəfini 4-ə böldük. 2x üstə gəlinsin 2y daha doğrusu. 2x üstə gəlinsin y bərabərdir 8. Tənlər sistemindən x plus y lazımdır. İkinci tənliyin hər tərəfini 7-yə vurub tərəf-tərəfə toplasaq, y-lər islah gedər və x-i taparıq. Sonra isə y-i taparıq. 6x çıxılsın 7y bərabərdir 4-ə. İkinci tənliyin hər tərəfini 7-yə vurduqda 14x üstə gəlinsin 7y bərabərdir 56 alırıq. Tərəf-tərəfə topladıqda 7y-lər islah gedir. 20x bərabərdir 60 və buradan x bərabərdir 3 alırıq. X 3-dürsə, tənliklərdən birində ikinci tənlik daha sadədir. İkinci tənlikdə yerinə yazaq. 2 vurulsun 3 üstə gəlinsin y bərabərdir 8. Y bərabərdir. Burada 6 alınır. 6-nın da üzərinə 2 gəldikdə 8 eləyər. Deməli, x 3, y isə 2 olduğu üçün bunların da cəmi bizə 5 verər.